Yoldaşlar, hər vaxtınız xeyir olsun. Bir daha. Deməli 26 ya 25 sentyabr, daha doğrusu 25 sentyabr dövlət qulluğu üzrə BB kateqoriyasının suallarını izah edəndə internet getdiyi üçün video yarımçıq kəsildi. 71-dən 81-ə kimi sualları birinci videonun içərisində izah eləmişəm. Onu part 1 olaraq qeyd edəcəm adını. Bu da ikinci video olsun. 82-ci sualdan başlayaq. Baxın, 2 ilə 7-dən 52 alıblar. Nə ediblər? 7-nin kvadratı 49, 2-nin də kvadratı 4, 49 ilə 4-ün cəmi 53, bir çıxıblar 51. Əmin olaq. 36 və 25 toplayanda 61, 60 yazıblar. Yenə bir çıxıblar. İndi A ilə B-ni tapacağıq. A. 9-un kvadratı 81, üstə gəl 4, 85, bir çıxanda 84. Deməli 81 ilə 4-ü toplayıram 85, bir çıxıram 84. B-də 25 ilə 16-nı toplayıram. Neynir? 41, bir çıxıram 40. 84-dən də 40 çıxanda təbii ki qalır 44. Növbəti suala keçirik. 83-cü sual. Fiqurlar arasında məntiqi əlaqəyə əsaslanırıq. Baxın, çöldəki 3 bucaq olub 4 bucaq. Deməli çöldəki fiqur bir vahid böyüyüb tərəfləri. İçindəki 4 bucaq da 5 bucaq olub, onda içindəki də bir vahid böyüyüb. Siz bu 5 bucağını böyüdərək 6 bucaq eləyəcəksiniz. Ona görə D və E variantı gedəcək. İçindəki 6 bucaq da 7 bucaqlı olacaq. Cavab B variantı. 84-cü sual. Bu sual tipi haqqında xeyli danışmışıq. Gəlin birbaşa sualın həllinə keçək. Biz fiqurların üzərinə onlardan çıxan xətləri yazırıq. Baxın, 3 xət, 3 xət, 4 xət, 2 xət, 4 xət və 2 xət. Fikir verirsiniz, bu ikinin qonşuları 3 ilə 4-dür, bu ikinin qonşuları 4 ilə 4-dür. Gəlin gedək ikiləri rahatlıqla aşağıda tapaq. Baxın, bu iki xətlinin bu qonşusunun 3, bu qonşusunun 4 xətti var. Deməli, o M-dir. Bu M-dir. M-in 3 xətli qonşusu T-dir. Deməli, bu T-dir. M-in 4 xətli qonşusu P-dir. Bax, deməli, bu P-dir. Sonra, digər 2 xətli fiqur. Hanı? K-dır. Digər 2 xətli fiqur K-dır. K-nın digər 4 xətli qonşusu R-dir. Bu R-dir. Bir dənə S qaldı. S də budur. Deməli, X ilə Y, P ilə S. Cavab A variantı. Belə bir sürət məsələsi düşüb. Eyni sürət məsələsini təbii ki, fərqli rəqəmlərlə dərs vəsaitimizin içərisində də tələbələrimiz görüb, sınaqlarımızın birinin içərisində də istifadə eləmişik. 50 km/saat sürətlə hərəkət edən qatar uzunluğu 1,75 olan, 1,75 kilometr olan belə deyək, tunelə daxil olurlar və burada tunel sözü yoxdur. Olan tunelə sürətlə daxil olur. Qatarın uzunluğu 8-də 3 kilometrdir. Birinci vaqon tunelə daxil olandan sonra sonuncu vaqon tuneldən çıxana kimi nə qədər vaxt keçir? Qısacası yoldaşlar, sizdən nə soruşur? Qatarın tuneldən tam çıxma müddətini. Baxın, qatarın tuneldən, bu tunel olsun, baxın, tunel olsun. Qatarın tuneldən tam çıxması belə görünür, düzdürmü? Və qatarın tuneldən tam çıxması üçün uc hissələrinə baxın. Gərək qatar bir tunel qədər yol geçsin. Bir də özü qədər yol geçsin. Yəni, biz S bərabərdir VT düsturundan istifadə edəcəyik. Yəni, sürəti zamana vurub gedilən yolu tapacaq. Amma burada gedilən yol qatarın və tunelin uzunluqlarını toplayaraq əldə edəcəyimiz uzunluq. Bu tunelin uzunluğudur. Bu da qatarın uzunluğu. Deməli, 1,75 üstə gəl 8-də 3 kilometr bərabər olacaq 50
Kilometr saat vurulsun zaman. T'ni ne kadar verib? Hələ vaxtı soruşur. Və T. Bunları toplayandan sonra 50'ye böləcəksiniz. Amma aldığınız cavabı yoldaşlar gərək saniyəyə çevirəsiniz. Bunu da eləmək üçün gərək 3600'e vurasınız. 1 tam %75 ile 8'de 3'ü toplayacağıq. Ben bunları kalkulatorla topladım vaxt getməsin deyə. 2 tam metrə də çevirə bilərsən, amma ehtiyac yoxdur. 2 tam mində 125 kilometr eləyir. Bərabərdir 50 t. Buradan t'ni tapmaq üçün 2 tam mində 125'i bölməliyik 50'yə və bunu vurmalıyıq 3600'e. Niye vurmalıyıq? Çünki bizdə saatla verilmiş məsələ, cavabda saniyə və dəqiqələrlə istənilir. Saniyə də çevirmədiyimiz üçün 3600'e vurmalıyıq. Bu da eləyir 153 saniyə. Yəni 2 dəqiqə 33 saniyə. Mənim fikrimcə imtahan üçün daha yaxşı ədədlər seçilə bilərdi. Tələbələrə kifayət qədər əziyyət olub bu ədədləri toplamaq. 86-cı sualın həllini görmək üçün bu videonun altına elə sentyabrda təşkil edilmiş BA kateqoriyası üzrə imtahanın da videosunu yerləşdirəcəm. Həmin videonun içərisində bu sualı geniş izah etmişəm. Ekspertlər sualıdır. Həm vəsilə olar digər videoya da baxmış olarsınız. Həmçinin orada bu sualın da izahını dinləyərsiniz yoldaşlar. Digər sualımız 87-ci sual. Kifayət qədər sadə bir sualdır. Qrafiklər bölməsinə aid 2 sual salıblar gördüyünüz kimi. Biri 73-cü sual, biri də bu. Baxın, M ilə A-nın cəmi M 3'dür, A 2'dir. Onların cəmi 5 edir. N ilə B-nin cəmi N 2'dir, B də 3'dür. Onların da cəmi 5 edir. P ilə C-nin cəmi P 1'dir, elə C də 1'dir. Onların da cəmi 2 edir. 5, 2, 2'ni toplayanda 12 eləyir. 12'ni bərabər edirsiniz 360'a. Çünki dairəvi diaqram 360 dərəcə olur. Və buradan x-i tapırsınız 360 bölü 12, yəni 30 dərəcə. Yoldaşlar avtomatik 5'i 30'a vuraraq buranın 150 dərəcə olduğunu, 5'i 30'a vuraraq buranın da 150 dərəcə olduğunu, 2'ni də 30'a vuraraq buranın da 60 dərəcə olduğunu tapa bilərsiniz. Alfanı soruşur sizdən, alfa 150 dərəcədir. Cavab C variantı. Növbəti bir suala keçirik. Sual Hitori bölməsini əhatə edir. Gəlin sualı həll eləyək. Bilirsiniz ki, burada iki eyni ədədin ortasındakı ədəd dairəyə alınır. Yəni, ağ xana kimi qəbul olunur. Y ilə Y-nin ortasında C və yaxud D ilə D-nin ortasında C. Sonra Y ilə Y-nin ortasında B. Bilirsiniz ki, hər hansısa bir ədəddən sütunda və sətirdə təkdirsə, onlar da dairəyə almaq olar. Məsələn, bunlar da sütun və sətirdə tək olanlardır. Sonra bu A-dan da sətir sütunda təkdir. Sonra yoldaşlar, başlayaq nə eləməyə? Bax, burada gördüyünüz kimi 2 dənə C var yan bayan və yaxud burada 2 dənə Y var yan bayan. Birini qaraldaq, birini ağardaq və sualı həll eləyək. Əgər səhv çıxsa, yerini dəyişəcəyik və bir daha həll eləyəcəyik və misalımız yekunlaşacaq. Baxın, bu Y qaraldı deyə yanları ağardı. Bu Y ağdır deyə bu qaralır. Onunla eyni sütun və sətirdə olan eyni hərflər qaralır. Qara xananın yanları da ağarır. Bu C-ni ağartdınız deyə bu C-ni dərhal qaraltmalı və yanlarını ağartmalısınız. Sonra, əgər bu C-ni qaraltsanız, onda bu Y bloka düşər. Ona görə bunu ağartmalısınız. Bu ağarsa, avtomatik bu qaralmalıdır. Qara xananın da yanları bilirsiniz ki, ağarmalıdır. Bu A-ya baxın, sütunda və sətirdə təkdir. Ona görə bu ağarmalıdır. Bu D-yə görə bu D qaralmalıdır, yanı ağarmalıdır. Bu Y-yə görə bu Y qaralmalıdır. Biz bu B-ni qaraltsaq, Y bloka düşər, ona görə ağarmalıdır.
ve biz bu D-ni də qaraltsaq B bloka düşər. Ona görə ağarmalıdır. Bizə indi nə deyir burada? Deyir ki, yerinə yetiriləndən sonra tapşırığı aşağıdan birinci sətirdəki rənglənməmiş xanaların hərflərini seçin. B, Y, A və D. B, Y, A və D. Təbii ki, C-ni seçmirik. Cavab olur 1, 2, 4, 5. C variantı. 89-cu sual. Hansı A variantındakı hərflər sırası pozulmuş sözü bərpa etdikdə birinci sözün sonu, ikinci sözün əvvəli eyni nəticə olur. Yəni, qısacası ortaya qoyacağınız heca, baxın bu ət-nı düzəldirəm, edirəm nət, olur möhnət və nəticə. Hər ikisi dilimizdə işlətdiyimiz sözdür, hər ikisi mənalı sözdür. Ona görə düzgün cavab olur möhnət, nəticə. Növbəti suala keçirik. Bu sual çox rahat bir sual tipidir. X şərti dilində tərcümə tələb olunur. Baxın. Mən, di. Ki verin, onlar, ur, məndən soruşulan da onlardır. Deməli, cavabım da urla başlayacaq. Ona görə B getdi, D getdi. Sonuna baxın, fikir verin. Danlayırlar, veli, danlayıram, veli. Və danlamaq velidir. Bu da danlayırlar, deməli, veli ilə qutarmalıdır. Onu, fikir verin. Onu. T. Mən burada da T olmalıdır. Ortası T olan Y variantı. Rahat sual tipidir. 91. Sadə bir aşkar operator, çox sadə. 15 ilə 13'ü burada yerinə qoyursunuz. X'in yerinə 15, Y-in yerinə 13. Əmsalları yoxdur deyə. Olur 28 böl 4. Yəni 7. Bu mötərizənin cavabı 7-dirsə. 7 ilə 9 da burada yerinə qoyursunuz. Olur. X'in yerinə 7. Üstə gəl 2 vur 9. 18. Çıx 1. Böl 2. 25 çıx 1. 24. 2'ye də böləndə 12. Məncə hamını sevindirəcək bir potensialda sualdır. Çox rahatdır. 92. Fikir verin. Fiqur 2 hissəyə bölünüb. Burada isə 1 vahid hissədir. Amma buradakı 3 hissəyə bölünüb. 2 ilə 1-i neynəyəndə 3 almaq olar? Təbii ki, toplayanda. Deməli, ox sola baxırsa toplayırıq. Ox sağa baxırsa çıxırıq. Hardan başa düşdüm? Bax. 2, 1, 2-dən biri çıxıblar 1. İndi buna baxaq, sonuncu sətrə. Baxın, bu 1, bu da 9. Ox sola baxır. Deməli, toplayırıq. Sonra ortada çıx var. Çıx. Bu 2'dir, bu da 1'dir. Ox sağa baxır. Deməli, çıxırıq 2-dən biri, edir 1. Sonra bir dənə də çıx işarəsi var. Burada düz 8 dənə hissə var. Yazıram 8. Ondan 1 və 8 çıxanda 1 qalır. Cavab da A variantı olur. Dəfələrlə göstərdiyimiz sual tipidir. Artıq 3-cü dəfədə qəbula düşür. Yoldaşlar, şifrələmə sualıdır, primitivdir. Fikir verin. 2 dənə sonda dairə var. 2 dənə də romb var. Burada da 2 dənə 5 var. 2 dənə də 1. Tək olan ulduzdur. Tək olan 2'dir. Deməli, ulduz 2'dir. Məndən soruşulan 2 ilə başlayacaq. Başa da baxın. Başda 2 dənə ulduz var. Yəni 2 dənə 2. 2 dənə də dairə var. Yəni 2 dənə 1. Ki verin, dairələr 1 və 1'dir. Onda belə çıxır ki, sözümüz 1 ilə bitəcək. Tək olan isə rombdur. Burada da tək olan nədir? 5'dir. Deməli, romb 5'dir. O heç maraqlı deyil mənə, sözün açıq bu dəqiqə. Niyə? Çünki görürəm ki, orta sütunda 2 dənə kvadrat var. Baxın, burada da 2 dənə nə var? 4 ilə 4. Və kvadrat da 4'dür. Cavab 24 ilə başlayan bir dənə variantım var deyə D variantı olacaq.
94-cü sual. 5 ile 6'dan 61 alırlar. Yoldaşlar, biz 5'in ve 6'nın kvadratlarını toplasaq 36 ile 25 61 eləyir. Bu sualın həlli burada özünü o kadar ifşa edir ki, baxın, 100 plus 64 164. Onda 49'un üstünə deməli gələcək 9 eləyəcək 58. Fikir verin, mən bayaq bu məsələyə toxundum. Deməli, eee bayaq deyəndə birinci videoda toxundum. Siz inşallah videoya baxanda görəcəksiniz. Bax, burada 71-ci sualın həlli nədirsə, rəqəmləri hasili. Burada da başqa bir qeyri-aşkar operator da yenə rəqəmlər hasilinə istifadə ediblər. Burada isə aşağıda. Ki verin, necə bir qeyri-aşkardan istifadə ediblərsə, qeyri-aşkar yox. Neydi bunun adı? Hə, şifroqram və yaxud rebus. Yuxarıda da ona oxşar cədvəl istifadə ediblər. Bu mənim üçün biraz doğru sayılmır. Çünki bunun həllini tapa bilməyən avtomatik yuxarıdakini də tapa bilmir. Bu biraz ədalətsizdir. Ona görə gərək Dövlət İmtahan Mərkəzi rebuslar, qeyri-aşkar operatorlar, ardıcıllıqlar mövzusundan suallar salanda saldığı bu tipli tapmaca xarakterli sualların hər birinin həlli eyni olmasın. Çünki birini tapamayan heç birini tapamayacaq, birini tapan hamısını tapa biləcək. Ədalətli olması üçün gərək neynəsinlər? Hər birinə ayrı-ayrı yanaşsınlar. Yoldaş da deyir ki, tərəfləri 30 və 32 santimetr olan düzbucağının daxilində 4 eyni ölçülü düzbucaqlı üçbucaq çəkilib. Baxın, bu A yazılmış tərəf 30 olsun, bu birisi yuxarı tərəfdə 32 olsun. Niyə? Çünki yuxarı tərəf uzundur, bu tərəf isə qısadır. Deyir, A və B nöqtələri ilə düz xət keçilib və o nöqtələr xətləri deyir yarı bölür. Və bura 15'dir, bura da 15'dir. İndi məsələ nədir? Onda burada 15'dir, burada 15'dir. Yoldaşlar bax, onda bura 15'dirsə, məcburən baba üçbucağın bu hissəsi də, mən gərək bunu biraz fərqli rəngdə çəkim. Bax, üçbucağın bu hissəsi də hansı qələmlə istifadə edeyim ki, sizə də xoş olsun, mənə də. Yaşıl olsun. Əgər bura 15'dirsə yoldaşlar, onda burada 15 olmalıdır. İndi məsələ bilirsiniz nədir? Bütün düzbucaqlı üçbucaqlar eyni ölçülüdür. Onda gərək burada 15 olsun. Onda bura 15'dirsə, buradan burada 15'dir. Onda buradan burada 15'dir. Bütün üçbucaqların uzun tərəfi 15'dir. Bunu tapdıq. Hə? İndi belə düşünün. Ümumi bu tərəf nədir? 32. Buradan bura 15, buradan bura 15. Elədi mi 30? Bəs bura nə qaldı? 2. Deməli bir üçbucağın hündürlüyü, hündür kateti, uzun kateti 15'dir. Oturacağı isə 2. Onda üçbucağın sahə düsturuna əsasən 2'də 1, AB düsturu ilə 2'də 1 vur 2, vur 15 ilə onun sayısını tapmış olarıq. 2 ilə 2 ixtisar gedər, qalar 15. 4 dənə üçbucaq olduğu üçün 4'ü 15'ə vuraram, cavab olar 60. Onsuz da məndən rəngli hissənin sayısını soruşur. Növbəti sualla keçid edirik. Kifayət qədər rahat sualdır. Gəlin baxaq. Deyir ki, B plus C minus A-nı tap. B neçədir? B, M ilə K-nın cəmidir. M ilə K-nın cəmini burada verib də bizə. K ilə M-in cəmi 21. Bilirsiniz də toplanılan yeni dəyişəndə cəm dəyişmir. M ilə K-nın cəmi və K ilə M-in cəmi eyni şeydir axı. Bu 21-dirsə, deməli B də 21-dir. C-ni tapaq. C harda dayanıb? L ilə M-in cəmində. Baxın, L ilə M-in cəmi 25 verilib. Deməli, 25'dir C. Çıxılsın A. A da nədir? K ilə L-in cəmi. Baxın, K ilə L-in cəmi. Yəni 30. Yoldaşlar 46'dan 30 çıxanda 16, 16'dan da kök çıxır 4. %97. Yəni bu sizə sərbəst sual olsun.
Əslində çətin sual deyil. Yox, çətin sualdır əslində. Qoy, yalan danışmayım. Biraz düşündürücü sualdır. Saxlayın videonu, tapın sualı, sonra video izahı baxın. Baxın yoldaşlar, 97-ni izah edirəm. Niyə 97-də digər variantlar səhvdir? Birinci onu açıqlamalıyım. Bax, nöqtə üstəgəl olan üzə çox yaxındır. D variantında isə uzağa gedib. Ona görə bu getdi. Fikir verin, nöqtə üçbucaqdan çox uzaqdadır. Amma burada yapışıb ona. Ona görə bu da getdi. Fikir verin, əgər bu üçbucaq qabağa gəlsəydi, yəni bunu 90 dərəcə döndərib, sonra bir dənə də özümə doğru döndərsəydim. Həqiqətən də üstəgəl yuxarıda qalırdı. Amma nöqtə üstəgəlin üçbucaqdan uzaq olan tərəfindədir. Fikir verin, üçbucaqdan uzaq olan tərəf arxa tərəfdir. Ona görə bu da deyil. İndi A-dır mı yoxsa C-dir mi? Əgər bu belə deyək də üstəgəlin altında bu şeyi veriblərsə, üçbucağı veriblərsə, o fikir verirsiniz hansı tərəfdədir? Burada da yeni üzdür axı. Deməli, arxa tərəfdə görünməyən üzü mənə göstəriblər. Onda bu üçbucaq burada, bax, belə dayanmalı idi. Belə dayanmalı idi. Bu birisi formada yox. Ona görə cavab A variantıdır. Samballı sual. 98-ə baxırıq. Birinci və ikinci sıra arasında birinci sıra ilə ikinci sıradakı hansı iki ədədin yerlərini qarşılıqlı şəkildə dəyişsək, hər iki sırada ədədlər arasında qanuna uyğunluq bərpa olmuş olar. 110-dan 90 almaq üçün 20 çıxıblar. 90-dan 69 almaq üçün 21 çıxıblar. 20 çıxıblarsa, 21 çıxıblarsa, yəqin indi 22 çıxmalıdırlar, düzdür? 69-dan 22 çıxanda 47 edir. 47-dən 23 çıxanda 24, 24-dən də 24 çıxanda 0 edir. Aşağıda da fikir verin, aşağıdan bundan 21 çıxıblar 90. 90-dan 22 çıxıblar 68. 68-dən indi 23 çıxanda 45 eləməli idi, 47 yazıb. 45-dən də 24 çıxanda 21, 24-dən də 21-dən də 25 çıxanda -4. Sadəcə yuxarıda 20, 21, 22, 23, 24 çıxmalıdırlar. Aşağıda da 21, 22, 23, 24, 25. Və yoldaşlar, bu sualda yuxarıda 45-in yerinə 47, aşağıda 47-in yerinə 45 yazılmalı. Deməli, bu ikisi öz aralarında yerlərini dəyişməlidir. Mənə bu sual ilk dəfə gələndə, mən sualın şərtini oxumadan sualı həll elədim və C variantı aldım. Çünki mən həllə zigzag baxmışdım. Amma sonra şərti oxudum, diqqətlə. Mən heç bir sualı şərti oxumamış həll etmirəm. İndi müəyyən qədər səriştəm var, 10 indi dərs deyirəm. Bəzi suallar o baxan kimi bilirəm ki, nə demək istəyir də. 98-də tənbəllik elədim. Suala şərt oxumadan baxdım. Həlli zigzag tapdım. Və zigzag tapandan sonra cavabı C kimi təyin elədim. Sonra dedim, qoy bir şərt oxuyum. Oxudum, gördüm, yazıb ki, 1 və 2-ci sıradakı 2 ədədin yeni dəyişəndə sıralar üzrə ədədlərin arasında qanuna uyğunluq yaranır. Yəni, sətir-sətir qanuna uyğunluq olmalı. Sadəcəsi, orada zigzag baxmaq məsələsi biraz aktuallığını mənim üçün itirdi. Və 99-cu sual burada bizə deyir ki, verilmiş nümunələrin məntiqi ardıcıllıqla düzün. Burada alçaq yastı təpəyə qalxıb ətrafa göz gəzdirdi. Gördü ki, nə bir ağac, nə də bir kolkos var. Hər tərəf göz işlədikcə bomboz yosunluq idi. Bu yosun dənizindən baş qaldırılmış tək-tək bozdaş, eyni rəngli gölməçələr və bulanıq tutqun mənzərəni tamamlayırdı. Aysimanın özü isə boz rəngə çalır. Bu düzgün cavab B variantıdır. Çox çətin mətin deyil. Variantlarla da işləyə bilərdiniz. Düzgün cavabı tapmaq üçün. 100-cü sualda isə 1 və 2 arasında qanuna uyğunluğa əsasən 3-ə baxıb 4-ü tapmağınız tələb olunur. Baxın, birinci sətirdə 5 gəlib, sonra 2 çıxıb. Sonra yenə 5 gəlib, sonra yenə 2 çıxıb, sonra yenə 5 gəlib. Burada isə baxın, 5 çıxıb, sonra 2 gəlib. 5 çıxıb, sonra 2 gəlib. 5, sonra isə yenə 5 çıxıb.
2-nin ədədləri saxlayıb, əməlləri dəyişib. İndi burada 7 gəlib, 3 çıxıbsa. Yenə 7 gəlib, 3 çıxıbsa. Yenə 7 gəlibsə. Biz nə etməliyik? 7 çıxıb, 3 gəlməliyik. Belə bir variant axtarmalıyıq. Baxaq. Bax, 7 çıxıb, 3 gəlib, 7 çıxıb, 3 gəlib. Axırda 7 çıxmayıb, 7 gəlib. 7 çıxıb, sonra təzədən 7 çıxıb. Bu da düz deyil. 7 çıxıb, 3 gəlib, 7 çıxıb, 3 gəlib. Axırda 5 çıxıb. Burada 3 gəlib, 7 çıxıb, bu da düz deyil. 7 çıxıb, 3 gəlib, 7 çıxıb, 3 gəlib. Sonra 7 çıxıb. Cavab Y variantıdır. Bu qədər yoldaşlar. Ümid edirəm sizlər üçün faydalı olduq. Bir balaca yorğun səs tonuyla çəkirəm. Yəqin bunu hiss edirsiniz. Üzürlü sayın. Dərslərimiz, sıxlığımız çoxdur. Dövlət vergi imtahanı, belə deyək, Dövlət Vergi Xidməti vergi imtahanı açıqlayıb. 21 dekabrda vergi imtahanı var. Kifayət qədər tələbə müraciəti olduğu üçün onlarla məşğuluq, dövlət qulluqçuları ilə məşğuluq, magistrlarımızı hazırlayırıq və müraciətlərin sıxlığı və çoxluğuna görə dərslərimizdən sonra videoları çəkməli oluruq və gördüyünüz kimi saat 3-ün yarısı demək olar və müəyyən qədər yorğunluğumuzu başa düşərsiniz, ümid edirəm. Hamınıza uğur arzulayıram. İnşallah imtahanlarda ürəyiniz istəyən nəticəni əldə edərsiniz. Salamat qalın, özünüzdən müğayət olun.